Rumıniya hava sahəsinə keçən Rusiya dronlarının qarşısını almaq üçün qırıcı təyyarələrini havaya qaldırıb. APA'nın yazdığına görə dronlardan biri hələ də Rumıniya ərazisinin dərinliklərini uçur. Dronların izlənilməsi və zərərsizləşdirilməsi üçün Eurofighter və F-16 qırıcılarından istifadə olunur. Qeyd edək ki, Rusiyanın Ukraynaya ötən gecə həyata keçirdiyi raket və dron hücumları zamanı dronlardan 4-ü Rumıniya və Moldova ərazisinə keçib. Bundan başqa, Moldovanın Floreşti rayonunun Nijniye Kukureşti kəndində dron birbaşa fərdi yaşayış evinin damına düşüb. Sakinlər hadisə yerindən təxliyə olunub. Binanın ətrafı isə yerli hüquq mühafizə orqanları tərəfindən nəzarət altına alınıb. Təhlükəni qiymətləndirmək və hər hansı partlayıcı maddənin olub-olmadığını yoxlamaq üçün istehkamçı komandası hadisə yerinə cəlb edilib. Qeyd edək ki, Ukrayna tərəfi bu gün ölkənin şəhərlərinə hücum edən Rusiya ordusunun dronlarının bir neçəsinin Rumıniya və Moldovanın hava sərhədini pozduqlarını bildirmişdi.